İllüstrasiya mətnin məzmununu dəstəkləmək, izah etmək və ya vizual olaraq təsvir etmək məqsədi ilə yaradılan şəkil, rəsm, qrafika və ya rəqəmsal təsvirdir. Adətən kitab, jurnal, reklam, animasiya və veb dizayn sahələrində istifadə edilərək məlumatın daha rahat anlaşılmasını, diqqət çəkməsini təmin edir. Bu işi icra edənlərə isə illüstrator deyilir. Klassik rəssamlıqdan fərqli olaraq burada illüstrator öz dizayn, öz kreativ fikirləri ilə, öz təxəyyülü ilə rəsm ərsəyə gətirir. Məsələn, hansısa bir tarixi obrazdırsa, hansı döyüşlərdə iştirak edib, artıq onun haqqında məlumat toplayandan sonra mən onun haqqında illüziya, öz təxəyyülümü işə salaraq hər hansı bir illüstrasiyanı ərsəyə gətirirəm. Müsahibim deyir ki, məqsəd mətni sadəcə bəzəmək deyil, onun mənasını vizuallaşdırmaq və oxucunun hekayəyə daha dərindən bələd olmasını təmin etməkdir. İllüstrasiya uşaq kitablarından bədii əsərlərə qədər hekayəni əhatə edir. Elə məhz illüstrasiya sayəsində biz oxucular hər hansı bir pyesi, romanı oxuyarkən bir tərəfdən də obrazları görə bilirik, gözümüzdə canlandıra bilirik. Müasir illüstrasiyada fırça ilə rəsm, çap, kollaj, montaj, rəqəmsal dizayn, multimedia, 3D modelləşdirmə daxil olmaqla geniş üslub və texnikalardan istifadə edilir. İllüstrator deyir ki, müasir dövrün uşaqlarının nəbzini tutmaq bir qədər çətindir. Kitab illüstrasiyası da əsasən nəyə diqqət yetirmək lazımdır? Yaş qrupuna. Məsəl üçün, bu kitab 15 yaş üzəri uşaqlar üçün, yeniyetmələr üçün daha doğrusu nəzərdə tutulmuşdur. Burada görürsünüz ki, rənglərdə, kompozisiyalarda daha fərqli işləmişəm. Hazırda kitablarda, jurnallarda və posterlərdə istifadə edilən əsl illüstrasiyaların əhatə dairəsi zaman ötdükcə daha da genişlənir. İllüstrasiyadan sadəcə kitablarda deyil, ondan həmçinin brend və məhsulların tanıtımında da istifadə olunur. Misal üçün, mənim üzərimdəki bu kəlağayı Qarabağ naxışlarıdır, nar və nar çiçəyi kompozisiyası adlanır. Onların işinin ən çətin tərəfi isə bədii əsərlərin emosional atmosferini oxucuya ötürməkdən ibarətdir. Gülnar İlqar qızı, Emin Tağıyev, Telesəhər.